Sabah və Qarabağ heyətlərini müqayisə edək. Edək. Stas Pokatilov, Mateusz Kochelski. Axırıncı oyuna baxanda heç Kochelski demək içimdən gəlmir. Düzdür, indi qapıcı da bu reaksiyaları olmalıdır, amma ki, ən azından Ümumiyə baxanda ümumiyə baxanda Kochelski %100. Steve Solvet yoxsa Bəhlul Mustafazadə? Mən Solvetin performansını bəyənirəm. Mən də Baxmayaraq ki, üstümdə Neftçinin forması var. Amma ki, mən bəyənirəm. Düzdür, Bəhlul özümüzküdür, millidir. Amma burada artıq bir qədər Solveti demək olar. Bu sözü keçən mövsüm əla idi. Sabahın aparıcı oyuncularından idi. Solvet. Elvin Cəfərquliyev yoxsa Timoteusz Puxac? Elvinin məncə elə öz dediyi sözlə müsahibəsində verir. Ən güclü sol müdafiəçi kimdir? Mənəm, özüməm. Elvin Cəfərquliyev. Elvin özü də elə. Xəyal Əliyev yoxsa Abdullah Zubir? Abdullah Zubir qocalıb, Xəyal Əliyev. Gənc futbolçumuz. Vallahi belə baxanda ən potensiallı oyunçulardan biridir mənə görə Azərbaycanda. Ən gənclərdən biri. Bəli, hal-hazırdakına görə bəhs ediriksə, Xəyal Əliyev. Abdullah Zubir artıq həqiqətən də yaşlanıb. Amma əvvəlki performansını nəzərə alsaq təbii ki Zubir, amma hal-hazıra görə Xəyal Əliyev. Xəyal Əliyev. Karim Paris yoxsa Oleksi Kaşuk? Paris məncə daha yaxşıdır. Kaşukdan. Olsun Paris, davam. Umarali Rəhmanaliyev yoxsa Marko Yankovic? Məncə bu düşünməyə belə ehtiyac yoxdur. Azərbaycanda məncə yarım müdafiəçi olaraq ən güclü Marko Yankovicdir. Bilmirəm sənin seçimin necədir? Valla məncə o sənin seçimindir. Düzdür, ya indi Yankovic okey, çox superdir, hər də aktiv mübarizə aparır, əla oynayır, qəşəngdir. Amma ki mənə görə artıq Yankovici yavaş-yavaş əvəzləyəcək Azərbaycan turnirində elə Rəhman Aliyevdir. Ortaq qərara gələ bilmədik. Ortaq qərara məncə gələ bilmədik, çünki mənim seçimim budur da. Yəni mənim seçimim heç cür dəyişməz. Azərbaycanda bu dəqiqə hansı komandadan qoysan, hansı futbolçunu qoysan, Marko Yankovic dəyişməyəcək. Biz seçim arasında qaldıq. Seçim məncə elə sizə buraxaq. Sizcə hansı? Zoylens Mikes, Zakaria Savo. Mikes məncə. Məncə də. Yəni hal-hazırda Azərbaycanda məncə çıxış edən ən güclü hücumçulardan biri və yaxud birincisidir. Bəli, Mahirəm belə. Bizim seçimlərimiz belə idi. Siz nə düşünürsünüz? Rəy bölməsində qeyd edin. Sabahın heyəti yoxsa Qarabağın heyəti?